Başladı Ataş Avto Servisinin buz komandasının oyunu çox vacib oyundur hər iki komanda üçün bugünkü oyun out. Altdan top oynayan Nimbus komandasının futbolçuları daxil edəcəklər. Ataş, ay. Qapıdan zərbə olacaq. Tural. Zərbə keçmir, ötürməkdir, bu keçmədi. Elbrus. Kənan. Və qapıdan zərbə olacaq. Məmiş geriyə çəkir. Məmiş. Ataş. Ötürmə. Elşad. Elbrus. Elşad və qapıcı. Qapısı qaytarır və out olacaq. Məmiş çəkir. Ay, vurmadı Elşad. Qapıdan zərbə alacaq, vurmadı. Ancaq Məmişin ötürməsi çox yaxşı idi. Kənan. Ötürmə, Tural. Ay, toxuna bilmir Tural. Emin. Çəkir topu geriyə. Kənandadır top. Kənan. Ötürmə keçmir. Emin. Oy. Sərt mübarizələr var orada. Emindədir top. Yenə də Emin. Xəyal. Çıxdı top. Ataş. Məmiş. Görək Ataş necə bugünkü oyunda. Ataşın komandası qələbə qazana biləcəkmi, yoxsa məğlub olacaqmı? Çünki bu oyun hər iki komanda üçün çox vacibdir. Xüsusilə düşünürəm ki, Ataş Avto Servisi. Məmiş yaxşı ötürmə gəlmişdi əslində Məmişə. Çəkir topu Elşad. Toxuna bilmir. Oy. Kənan. Emin. Xəyal. Kənandadır top. Zərbə. Elbrus blokladı. Əkrəm. Uzun ötürmə Əkrəmdən. Emin. Başlı uzaqlaşdırır. İmkan vermir. Xəyal. Kənana ötürmə Kənan. Və Ataş. Sürüşür topa. Mübarizəsini davam elətdirir orada. Emindədir top. Kənan. Turala ötürmə. Tural. Zərbə. Qapıdan yan keçir top. Qapıdan zərbə olacaq. Ataş. Məmişdə top. Məmiş. Elbrus. Zərbə və qapıcı Veys. Emin. Zərbə. Ay. Kənan. Elbrus. Tural. Xəyalın zərbəsi. Ay. Qapıdan zərbə. Məmiş. Zərbə. Qapıdan zərbə.
Qapıdan zərbə. Məmiş. Ataş geriyə Elbrus'a ötürmə. Elbrus. Qapçı. Kənan. Emin. Çəkir. Yox, keçməz oradan. Yüngül ötürməkdir. Ataş keçirmir. Ay ay ay, sürüşür Ataş. Emin istifadə edə biləcəkmi? Ay ay ay. Özü zərbə indirdi. Emin özü zərbə indirdi. Zərbəsi isə qeyri-dəqiqdir. Elbrus qapçı ilə oynayır. Əkrəm. Məmiş. Gərək o gözəl hərəkətlərinə edəcəkmi Məmiş? Top Elşadın gerisinə düşmüşdü orada. Yaxşı saxlaya bilməmişdi və indi isə top Nimbus futbolçularındadır. Yenə də hücumdadılar. Xəyal! Və 1-0 hesab açılır. Top elə Xəyal topu çəkəndə elə hiss elədim ki, bu qoldur. Ona bu cür şanslar yaratmaq olmaz. Məmiş. 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 Və kücdə zərbə. Zərbə. Qapçıdan ötürmə. Xəyal. Xəyal. Elbrus uzaqlaşdırır. Və Məmiş. Yox. Kənan başlayacaq. Tural. Tural. Xəyal. Ötürmə cinaha. Kənanda top. Tural. Xəyal. Sata bilmir. Məmiş. Şad çata bilmir. Ne düşünürüm Məmin? Məmiş. Zərbə və gol. 1-1. Məmiş hesabı bərabərləşdirir. Məmiş. Ataş. Və ay ay ay. Hesab 2-1 ola bilərdi amma. Blok və alt. Orxan qapçı. İndi müdafiədə çətinlik çəkirlər. Orada sərt mübarizə var idi və Ataş avto servisindi. Top out. Məmiş buraxırlar Elşad. Elşad yox. Out. Məmiş. Xəyal sata biləcəkmi? Xəyal. Elbrus orada imkan vermir. Van Dijk qoymur orada. Kənan. Eminin zərbəsi bərbad bir zərbə idi. Bərbad zərbə gəldi Emin'dən.
Qapının üstündən top meydanı tərk edir və qapıdan zərbə. Emin. Götürmək, xəyal. Zərbə. Keçmir top. Hə? Üçüncüdən zərbə. Qapıcıdan uzun ötürmə. Ataş. Məmişid daha doğrusu və out olacaq. Məmiş. Orxan, zərbə və gol. 2-1 oldu hesab. Ataş avtoservis hesabda irəlidədir. 2-1. Görək bu oyunun sonluğu necə olacaq? Nimbus hesabı dəyişdirə biləcəkmi? Çox maraqlı oyun istəyirik bugün. Hər iki komandanın ifasında. Əslində Nimbusdan daha çox pressingli oyun gözləyirdim, ancaq nəsə Ataş avtoservis daha çox istəyildi sanki qələbəyə. Və həmin pressinglərdən biri öz bəhrəsini verir. Məmiş. Orxan. Və out. Məmişdədir top. Məmişin ay ötürmə verdi. Ataş toxuna bilmədi artıq. Bu Məmişdən ikinci açar ötürməkdir ki, komanda yoldaşları bunu dəyərləndirə bilmirlər. Ataş yenidən topladı. Məmiş. Görə kiminlə oynayacaq, necə oynayacaq, çox təhlükəlidir. Sağı solu bilinmir, necə oynayacaq. Geriyə Elbrus ötürmə, Elbrus. O da qapıcıya verir topu. Məmişdədir yenə top. Out. Dəfə isə kəsə bilmədi Məmiş. Heç kimdən. Tural. Emin. Oy. Açar ötürməyə Orxan imkan vermədi orada. Emin puskuda durub. Hər an Ataş avtoservisi cəzalandırmağa hazırdır. Məmiş. Ataş qaçmır topa. Ataş. Ay yox. Alınmır. Out olacaq. Zərbə, Əkrəm götürür topu. Məmiş. Elbrus, Ataşla oynayır. Ataşdan ötürmə. Yox. Orada heç kim yox idi və top qapçı Veysə qədər gəlib çatır. Tural. Çatır topa Tural. Və zərbə blok. Elbrus. Yenə Van Dijk. Qolun qarşısını kəsdi bu dəfə. Kənan, Tural, Kənan,
Məmiş və 3-1. Oy 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 oy. 3-1. Reis. Ataş. Ay ay ay. Təhlükəli idi. Puskuda dayanmışdı Ataş və ancaq onun qarşısında Emin var idi. Emin imkan vermədi. Hesab artsın. Orxan. Orxan. Məmiş. Out. Yenə də out olacaq. Zərbə və 3-2 oldu hesab. Fərq azalır. Nimbus komandası hesab arasındakı fərqi azaldaraq 3-2 edir hesabı. Ötürmə, Kənan buraxmırlar. Tural. Tural kiminlə oynayacaq? Eminlə oynayır. Ay ay ay. Zərbə keçmir Ataş və Elşad və əlinə dəydi top. Elşad oynayır. Ha, təhlükəlidir. Boş qalıb orada Əkrəm. Ay ay, kritik save. Və yenə də Elbrus bu dəfə imkan vermir. Emin. Neynəyəcək Emin? Ötürmə. Keçmir. Məmiş. Görək bu dəfə nədir nə bir keçidlər edəcək Messi. Azərbaycan sayağı Messi. Tural. Kənan. Uzun ötürmə, yenə də Məmiş. Oy oy oy. Bu nədir ötürmələrdir, nədir qol. 4-2 oldu hesab. Bəlkə də qapçı çıxmalıydı topa. Əgər topa çıxsaydı hesab böyüməyə də bilərdi, ancaq oldu keçdi və hesab 4-2 olur. Ataş və Kənan. Oy oy oy. 5-2. 5-2 olur hesab. Ataş avtoservis. Nimbusun cavabı görək necə olacaq. Oyunun axırına qədər vaxt var və çox geri dönüş görmüşük bu cür oyunlarda.
Tura, Xəyal, Xəyal və zərbə təhlükəli idi və qapıdan zərbə olacaq. Taşdan ötürmə, Elşad sata bilmir topa. Tural, Kənan, Emin, Tural, Emin uzun ötürməmi eləyəcək, yoxsa qısa mı oynayacaq? Uzun edir, ancaq Elşad imkan vermir, orada Xəyal. Tural, iki qardaşlar görən eləyəcək burada. Zərbə. Emin orada ayaq qoyaraq imkan vermir topun qapıya yetməsinə və hesabın 6-2 olmasına. Eminin zərbəsi və Əkrəm. Emindən çox təhlükəli zərbə. Kənan zərbə, yenə qapının üstündən keçir top. Uzun ötürmə Əkrəmdən. Kənan, Tural, Xəyal, yenə də Tural və oy 5-3 möhtəşəm kombinasiya və hesab 5-3 olur. Fərq azaldı yenidən. Möhtəşəm reyd və fərq azalır. Orxan Emin keçidmi? Xəyal Orxan, bu nəcür pressinqdir? Çox əla pressinq eləyir. Zərbə bu dəfə də təhlükəli idi, ancaq qapıdan yan keçir və beləliklə birinci hissə başa çatır. 5-3 hesabı ilə Ataş Avtoservis komandası irəlidədir. İkinci hissə başlayır. 5-3 hesabı ilə Ataş Avtoservis irəlidədir. Görək oyunun sonluğu necə olacaq, necə bitəcək. Ataş irəliyə uzun ötürmə. Tural kiminlə oynayacaq? Kənan, Xəyal, Tural, Emində top və Tural. Ay, az qalsın itirirdilər topu. Emin
Xəyal. Və qayda pozuldu. Qayda pozulur. Emin. Kənan. Tural. Zərbə və təkrar zərbə keçmir. Əkrəm, uzun ötürmə. Elbrus, Orxan, Elbrus. Tural. Zərbə, qapıçı çıxardır. Out olacaq. Kənan. Kənan. Tural. Emin. Türmə. Və nə olacaq orada? Emin, Xəyal, Ataş. Ata yedir top. Xəyal. Tural. Xəyal. Görək bir dəfə nə inəyəcəklər. Möhtəşəm. Avladmışdı ancaq zərbədə qabağını kəsən oyunçu var idi. Məmiş. Qapıdan zərbə. Xəyal, blok. Orxan. Allatmaq istədi, alınmır. Xəyaldan keçə bilmir və alt olacaq. At Nimbus komandasının xeyrinə. Kənan, zərbə. Tural, Tural. Ondan zərbə. Oy, çox təhlükəli idi. Ancaq dəqiq alınmır zərbə. Orxan. Əlinə dəydi orada. Elbrus. Kənandadır top. Xəyal. Emin çata bilmir. Tural. Tural. Xəyal. Oy. Oxladılar yenə də. Künd.
Kənan. Tural. Sata vermir. Out. Məniş. Elbrus. Out. Emin. Kənan. Kənan zərbə qapçı. Elbrus. Məmiş. Zərbə qapçı yenə də qaytarır. Ataş uzun ötürmə. Sərdar. Sərdar zərbə Əkrəm. Elbrus nə edəcək? Emindədir top. Nimbus komandası futbolçuları pressingdədir. Daha doğrusu hücumdadılar. Sıxıblar Ataş avtoservisi müdafiəyə. Ataş avtoservis qapanıb müdafiəyə demək olar ki. Məmiş. Elşad, ay ay ay. Gol olmur. Tural çəkilir. Çəkir topu. Oyuncu axtarır. Xəyal. Kənan. Kənan. Və Məmiş. Emin. Zərbə qapçı Əkrəm. Zərbə keçmir top. Uzun ötürmə. Ataş. Qapçı Veys götürür. Uzun ötürür. Uzun ötürmə Orxan. Tural. Tural. Xəyal. Və blok. Məmiş. Məmiş. Çəkir. Out. Emin. Orxan. Orxanla ötürmə. Eşada keçmədi. Kənandadır top. Kənan. Kənan. Emin. Onun zərbəsi Ataş bloklayır. Xəyal. Tural. Blok. Tural. Tural. Ötürmə.
Orxan. Qapı səsində deyəsən başına vurmuşdu, amma tam fikir verə bilmədim. Emin. Xəyal. Biraz bərk atdı elə bil Emin topu. Orxan. İmkan vermirlər. Atiyəndən Ataş avto servisindir. Oyun qızışır yenə də. Axır-axırlara yaxın. Məmiş. Qapıcı. Out. Üçüncüdən zərbə. Kənan. Kənan. Zavdan. Tural. Emin. Xəyal. Emin qaçmadı cərmə meydançasına. Elşad. Məmiş. Saxlaya bilmir Məmiş topu. Kənan. Tural. Xəyal. Zərbə qapıdan yan keçir. Uzun ötürmə. Elşad. Qapısı reis götürür. Xəyal. Zərbə və qol. 5-4 oldu hesab. Fərq azalır. Məmiş. Emin. Tural. Zərbə blok. Elşad çatır topa. Elşadın zərbəsi. Oy oy oy. Dirək. Zavdan. Kənan. Xəyal. Zərbə qapçı. Təkrar zərbə 5-5. Tural hesabı 5-5 eləyir. Elmami. Elman əmi. Ay Elman əmi. 5-5 oldu da. Dedim ki, bayaq çox geri dönüşlər görmüşük bu cür oyunlarda və hesab artıq 5-2-dən 5-5 olur. Görək oyunun sonluğu necə olacaq? Elbrus. Cavidan nə eləyəcək? Kənan. Məmiş. Məmiş. Tural. Kənan. Tural. Emin. Emin. Cavidan. Tural. Tural. Emin. Xəyal. Xəyal. Qapıdan zərbə. Məmiş. Orxan. Elbrus. 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 Ataş və qapıdan yan keçib top. Emin.
Canan. Cavidan. Və oy. Bu nə cür reyd, nə cür qol? Hesab 6-5 olur. Əsəbləri ilə oynadı Ataş Avtoservis müdafiəsinin Cavidan. Möhtəşəm qol oldu, möhtəşəm geri dönüşdü bu. Ən çox yadda qalan oyunlardan biri olacaq. Orxan. Emindən üstün ötürmə. Sərdar və Əkrəm çıxır. Əkrəm və ay. Elşad bunu da vura bilmədi. Sərdar, Cavidan. Ay. Bu dəfə vura bilmədilər. Bu dəfə də yaxşı çıxdılar. Ancaq qol vura bilmədilər. Məmişdədir top. Out. Ataş, Məmiş. Əkrəm. Canan. Emin. Tural, Əkrəm. Elşad. Canan, Məmiş. Elşad. Orxan zərbə keçmir. Ataş. Orxan. Zərbə Veys. Out yenə də. Məmiş, Ataş. Zərbə Veys və Cavidan'da top. Tural. Ötürmə. Əkrəm. Çatır topa, götürür. Məniş. Emin. Cavidan və Sərdar. Orxan. Məniş. Ötürmə, Veys. Heç nə yox idi deyir hakim orada. Cavidan, zərbə, Əkrəm. Qaytarır topu. Canan, zərbə, Emin, yenə də keçmir. İkinciden zərbə. Çox qızğındır oyunun son dəqiqələri. Oyunun son 3-4 dəqiqəsi qalıb və
Bilinmir necə alacaq bu oyunun sonluğu. Əkrəm yenə də götürür. Ataş. Out. Tural. Kənan. Emin. Uzun ötürmə. Orxan. Keçidmir. Və oy oy. Oy oy oy. Bu necə bir gol. Oy oy oy. 6-6. El Klasiko izləyirik sanki. Və Orxandan möhtəşəm bir gol gəldi. Iniesta sayığı gol. Altı çox möhtəşəm qollar vuruldu bugünkü oyunda. Çox gözəl bir oyun oldu bu oyun. Ən maraqlı oyunlardan biri olacaq. Cavidan. Ay ay ay. Toxuna bilmir. Toxuna bilmir və Ataş üçün son şans ola bilər bu. Ataş yorulub. Orxan. Xəyal. Kənan. Elbrus çıxardır Məmiş. Emin, Kənan. Ataş. Məmiş. Alır topu. Məmiş. Ötürmə Ataşa və küncdən zərbə. Son 2 dəqiqə oyunun bitməyinə. Məmiş. Altının buz komandasının Emin. Ataş. Zərbə və gol. 7-6. Ataş avtoservis hesabı 7-6 eləyir. Bəlkə də qələbə qolunu vurur Ataş avtoservis, amma bilmək olmaz. Hələ vaxt var. Maksimum müdafiə olmalıdır Ataş avtoservis qələbə qazanmaq üçün. Oy oy oy. 7-7. Bu nədir oyundur? Ayda. Yəqin ki, hakim 1 dəqiqə oynamağa imkan verəcək, icazə verəcək. Və maç başa çatır. 7-7 hesabıyla komandalar HSC-yə razılaşdı. Bu oyun bəlkə də çılğınlığına görə HSC ilə bitdi. Bu cür oyun heç vaxt yaddan çıxmayacaq Həvəskar Liqa tarixində.